Che Guevara'nın intiqamını alan qadın Monika. 1967-ci ilin oktyabrında satqınlıqla ələ keçirilən Che Guevara Boliviya məxfi xidmətinin polkovniki Roberto Quintanilla Pereiro tərəfindən öldürülür. Che Guevara'nın öldürülməsindən sonra partizan düşərgəsinə təlim keçən onun həyat yoldaşı Monika qatilin izinə düşür. Öldürüləcəyini bilən Boliviyalı zabit hökumətindən Almaniyanın Hamburg şəhərinə konsul kimi təyin edilməsini xahiş edir. Xahişi yerinə yetirilən zabit yeni vəzifəsinə və yeni şəhərinə yerləşir. Qatil Pereiranı öldürmək üçün Monika bu xəbəri gizlincə öyrənir və saxta Argentina pasportu ilə öncə İsveçrəyə, oradan da Hamburqa gəlir. 1 aprel 1971-ci ildə Boliviyanın Hamburg konsulluğuna gizlicə girir. Avstriyalı olduğunu və Pereira ilə görüşmək istədiyini söyləyir. Çox rahat şəkildə qatil Pereiranın otağına girməyi bacarır. Otağa girər-girməz çantasından silahını çıxardaraq Pereiranın sinəsinə dayayır və Che sağ da alçaq deyərək 3 əl atəş edir. Daha sonra polis cəsədin üzərində bir qeyd tapır. Qeyddə Che'nin məşhur Patria o Muerte, yəni ya azad vətən, ya ölüm sözü yazılmışdır. Esa proclama es Patria o Muerte.